Şux Diyarbakır 2025-ci il tarixdə 44 günlük Vətən müharibəsinin şəhidi Fərzəliyev Samir Vaqifoğlu'nun 5-ci il anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Gözlerden aman kurban Samir. Samir beni yaman yandırırsan bala. Canım kurban. Taştan bal olmaz, taştan Samir olmaz. Geçey bala, maddi sanlı bala. Ay Samir. Aman sen gözlerine kurdun Samir. Sen gelen günü ay Samir. Yandan yanmaz. Ay falan. Balan gözüne kurban ay Samir. Beni yaman ter koydun ay Samir. Beni yaman ter koydun. Anadı balasını bilip besleyen. Balanın beli bunu. Samir ben sana aradım ki memurem sakitleşsin ay bala. Uyduysuz bala, nişanasız bala. Ellere değmeyen, çiğni gerdiğe değmeyen Samir'im layla. Geçeyim bala. Anası festsiz olan bala. Namınızın derdine kurban, namınızın balanıza kurban. Hamısı benim babam, babamın çocuğu. Vətən şəhidlərimizin ruhları şad. Bi haqqı Muhammedin aleyh və bil Fatihə məəssəm. Allahümme salli ala Muhammed və aleyh. Allah cəmi şəhidlərimizə rəhmət. Allah məqamlarını Analar, əziz atalar və bugünkü tədbirimizə təşrif buyuran əziz qonaqlar. Bu kimi tədbirimizə başlamamışdan öncə istərdim torpaqlarımızın, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad eləyək.
Allah cəmi şəhidlərimizin məqamını uca eləsin. Bəli, hər birimizin bildiyimiz kimi Azərbaycanımızın ərazi bütövlüyü tam olmaq üçün artıq Azərbaycan ordusunun səbr kasası dolmuşdur. Bizim igid qəhrəman oğullarımızın sayəsində, Cənab Prezidentimizin dəmir yumruğunun sayəsində biz əks hücum əməliyyatı keçirdik və bizim igid qəhrəman oğullarımız hər biri öz canları, qanları bahasına o torpaqlarımızı azad edir. Bizim Ağdamdan həmişə igidlər yurdu, qəhrəmanlar yurdu deyilir. Və həmişə də igidləri ilə, qəhrəmanları ilə sayılıb seçilən rayonlardan olur. Fərzəliyev Samir Vaqifoğlu. Bizim heç vaxt yadımızdan çıxmayan igid qəhrəman oğlumuz. Bu oğullar həmişə bizim şanlı tariximizin bariz nümunələridir. Və həmişə də bizim gələcək nəslin nümayəndələrinin hər birinin qəlbində, ürəyində yaşayacaq. Və hər birimizin də borcumuzdur ki, belə igid qəhrəman oğulları həmişə yadda saxlayaq. Gələcək nəslə ötürək. Və bu günlərim bizim tədbirimizdə Samir qardaşımızın anım günündə bizim həmişə tədbirimizdə iştirak edən şəhid ailələrinin işləri üzrə şöbə müdürü Samir müəllim, Quzanlı qəsəbə icra nümayəndəsi Ramil müəllim iştirak edir. O cümlədən qaz idarəsinin iştirak edir və 68 saylı məktəbin müəllim şagird kollektivi iştirak edir. 150 saylı məktəbin müəllim şagird kollektivi iştirak edir və o cümlədən Fındırıstan kəndində fəaliyyət göstərən tip kursunun, ideal tip kursunun kollektivi bu günlərim burada iştirak edir. Tələbələri, o cümlədən bizim Mübar həkim burada iştirak edir. Mən burada iştirak edən hər bir kəsə böyük təşəkkürümü bildirirəm ki, və həmişə minnətdarlığımızı bildiririk ki, bizim şəhidlərimizə bax belə dəyər verir. Mütəmadi olaraq rayonumuzda şəhid tədbirlərində və yaxud tədbir olmayanda da məktəblərimiz, idarələrimiz, bütün müəssisələrimiz hər biri mütəmadi olaraq burada gəlib iştirak edirlər. Buranı ziyarət edirlər. Onu da qeyd edeyim ki, bura bizim birləgahımız, bizim sərgahımız. Çünki Şəhidlər Xiyabanı bizim həmişə ən mühüm bir yerimiz və ziyarətgahımızdır. Və bu günlərim şəhidimizin döyüş yolundan danışmaq üçün sözü Samir müəllimə verirəm. Buyurun Samir. Mən də salamlayıram tədbir iştirakçılarını, şəhid ailələrini, şəhid analarını, atalarını. Bu gün ətrafına toplaşdığımız qəhrəman şəhidimiz Samir 1996-cı ildə Ağdam rayonunda dünyaya göz açmışdır və əslən Ağdam rayonunun Qiyaslı kəndindəndir. Orta məktəbi bitirdikdən sonra 2015-16-cı ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən Ağdama qayıdır və müxtəlif işlərlə məşğul olur. Və nəhayət 2020-ci ildə Polad Həşimov şəhadətə ucaldıqdan sonra o da digər qəhrəman oğullarımız kimi səfərbərlik xidmətinə yaxınlaşır və özünü, adını hərbi qulluqçu kimi qeyd elətdirir və kurs keçəndən sonra nəhayət sentyabr ayının 7-sində hərbi xidmətə başlayır. Və 20 gündən yenə 27 sentyabrda Ağdamın, Suboşanın azad olunması uğrunda döyüşlərdə iştirak edir. Bəli, o döyüşün ilk günlərindən qəhrəmancasına şəhid olur və nəhayət oktyabr ayının 15-də onun məşqi olaraq dəfn edilir. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vətən uğrunda əvvəllərində Cənab Prezident siyasi kəndində məktubun ona qoyulmasında bərpa rayonunda Ağdam dəyərindən olan bölümünün aktivində
birliyin nəticəsində biz bu işləri görmüşük. Mən dəfələrlə vurğulayıram, şəhid qardaşı olmaq, şəhid ailəsi olmaq nə qədər ki fəxirdir, qürurdur, bir o qədər də məsuliyyətdir. Məsuliyyət demək. Yəni mən Azərbaycan oğlu azad etməlidir. Bizim yerimizə bunu kimsə etməməlidir. Və çox şükürlər olsun ki, bu döyüşdə iştirak etmək biz qəhrəman oğullara, bizim Azərbaycan oğullarına nəsib oldu. Çıxışında vurğulayıram ki, biz şəhidləri daim yad edirik, bəli. Amma heç bir zaman onun məzar daşının yanında, o şəhidlər xiyabanında ağlamamalıyıq ki, düşmən də buna baxıb sevinsin. Bu günlərim bizim dövlət olaraq, millət olaraq dünyanın bütün siyasi arenalarında Cənab Ali Başkomandan həmişə necə mətinlə, qürurla addımlayırsa, necə bizə güvənirsə, biz də ona güvəniriksə, demək ki, Cənab Ali Başkomandan həmişə yanında olmalıyıq. Hər şeyi Cənab Prezident etməlidir deyə, hər şeyi Cənab Başçı etməlidir və yaxud da hər şeyi onun Cənab Prezidentin rəhbər təyin etdiyi şəxslər etməməlidir. Yəni biz daim bir olmalıyıq. Biz bir olduqdan sonra, həmin torpaqlarımızda qrup yaratdıqdan sonra, həmin torpaqlarımızda ali təhsil almaları üçün gözəl övladlar yetişdirəndən sonra bizim heç bir zaman, bizim heç kəs, heç bir qüvvə qarşımızda dayana bilməz. Mən sizin o qədər çıxışlarımda, yəni ürəyim doludur ki, bütün mövzulara toxunmaq istəyirəm, amma yəni çalışıram ki, hər bir mövzuya az da olsa toxunum. Mən burada mütəmadi şəhid ailələrinin ünsiyyətdə oluruq, görüşürük. Mən son 5 ildə həmin analarımızın saçının necə ağardığını, atalarımızın belinin necə büküldüyünü görmüşük. Əziz analar, əziz atalar, siz həmişə məton olun, həmişə alnı açıq, üzü ağ dayanın. Çünki sizin yetişdirdiyiniz qəhrəman oğullar sayəsində artıq bizim torpaqlarımız işğaldan azad olur. Və biz həmişə çalışırıq ki, bu qəhrəmanların bizə əmanət etdiyi torpaqlarımızı daim göz bəbəmiz kimi qoruyaq. Və biz həmişə çalışmalıyıq ki, savadlı, vətənpərvar övladlar yetişdirək. Həmişə olduğumuz yerdə nümunəvi addımlar atmalıyıq. Həmişə daim unutmamalıyıq ki, hansı ki biz 30 il ərzində bizi xalq olaraq, dövlət olaraq hansı əziyyətlərdən keçmişik. Mən hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Bura mütəmadi ziyarət olunur və artıq bu son 5 ildə bizim Cənab Prezidentin qayğısını, qazilərimizə, şəhid ailələrə olan qayğısını biz öz üzərimizdə hiss edirik. Mütəmadi mənzillərlə təqdim olunur, avtomobillər təqdim olunur və bunun hər biri bizə dövlətimizin qayğısıdır. Mən ona görə də bütün xalq olaraq, millət olaraq birliyimizin pozulmamasını arzulayıram. Arzu edirəm ki, bir-birimizin yanında olağın, yeni nailiyyətlər, uğurlara nail olağın və unutmayağın ki, düşmən heç bir zaman yatmır və biz yeni qəhrəmanlar, samirlər, emirlər yetişdirməliyik. Bax, o zaman bizim əmanət olan bu torpaqlarımızda bizim heç bir zaman düşmən heç bir zaman bizə güc gələ bilməz. Mən çıxışımın sonunda sizin hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Burada iştirak edən bütün idarə müəssisələrə, məktəb kollektivinə, əhalimizə. Çünki mən mütəmadi bura ziyarət olunanda həqiqətən öz insanlarımızın bura axınını görürük. Çox sağ olun. Minnətdarlığımı bildirirəm. Rayon rəhbərliyi adından bütün şəhid ailələrinə başsağlığı verirəm. Bizim idmançılarımız döyüş arenalarına çıxanda orada həmişə o qələbəni qazanan kimi orada bir kəlmə söz deyirlər ki, mən bu qələbəni bütün şəhidlərimizə həsr edirəm. Onların qələbəsidir. Onlar necə ki, döyüş meydanında ermənilərin başını əzdilər. Bizim idmançılarımız da bizim döyüş arenalarında bayrağımızı yüksəklərə qaldırırlar və Azərbaycanımızı orada tərənnüm edirlər. Və həmişə də biz gələcək nəsilə öz tövsiyələrimizi və bax belə igid qəhrəman oğullarımızı onlara tanıtmalıyıq. Onlardan sonra gələn o igid qəhrəman oğullara onlar tanıtmalıdır. Çünki bizim gələcək nəsil hamısı bir-bir bilməlidir ki, bizim qəhrəmanımız kim olur. Gördüyümüz qəhrəmanları həmişə gələcək nəsilin nümayəndələrinə tanıtdıraq. Və bu günlərin burada 68 sayılı tam orta məktəbin müəllim şagird kollektivi iştirak eləyir və sözü Sədaqət xanıma verirəm, məktəbin direktoru.
Buyur. Başlarını salamlayıram. Eyni zamanda şəhid analarını görürəm, şəhid valideynlərini görürəm. Hər birinizi salamlayıram. Hamımızın qarşısında baş əyirik. Sizə borcumuz sonsuzdur. Və biz bura 68 nömrəli məktəb olaraq gəlmişik. Biz şəhidlər elə bir insanlardılar ki, onlar özləri öz həyatlarını yaşamırlar. Onlar vətəni yaşatmaq üçün öz canlarını fəda edirlər. Və bugün bizim toplaşmışıq Samir Fərzəliyevin, şəhid Samir Fərzəliyevin əziz xatirəsini yad etmək üçün. Bilirsiniz, vətən duyğusu, vətən sevgisi elə bir anlamdır ki, yəni bunu nə ilənsə ölçmək, nə hansı sözü ifadə etmək çox mürəkkəb məsələdir, çox çətin məsələdir. Və vətən sevgisi ilə, vətənə olan sevgi ilə döyüşə gedib, hər hansı bir döyüşdə məğlub olmaq qeyri-mümkündür. Və Samir Fərzəliyev də, şəhid Samir Fərzəliyev də vətən uğrunda, Azərbaycanın müstəqilliyi uğrunda, ərazi bütövlüyü uğrunda canından keçib, qorxmadan, çəkinmədən vətən sağ olsun deyib ön cəbhəyə yola düşdü. Və şəhidlik o demək ki, şəhidlər ölmür. Onlar əbədiyyətə qovuşurlar. Və Samirin timsalında bütün şəhidlərimiz əbədiyyətə qovuşdu. Əziz ana, Ziyafət ana, o təkcə sizin, Samir təkcə sizin oğlunuz deyil. Bütün elin oğludur, Azərbaycanın oğludur. İndi Samir bizim yanımızda olmasa da onun ruhu, əziz xatirəsi, onun qəhrəmanlıqları daim bizim yaddaşımızda olacaq, daim bizim xatirələrimizdə qalacaq. O vətəninə, dostlarına, ailəsinə müqəddəs bir ad, şəhid adı qoydu. Şəhidlik çox uca zirvədir, çox uca məqamdır. Çünki yəni ora çatmaq hər adama şamil olmur. Onlar məxsusi seçilmiş bir insanlardır. Və biz nə qədər ki Azərbaycan, nə qədər Azərbaycan xalqıdır, nə qədər biz bu torpaqda yaşayırıq, nə qədər ki üç rəngli al bayrağımız göylərdə dalğalanır, bayrağın rəngində şəhidlərimizin izi olacaq. Və Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun, cümlə şəhidlərimizə rəhmət eləsin, analarımıza, bütün şəhid analarına hamısına baş sağlığı verirəm. Yəni şəhidlərin, siz şəhidlərin yadigarsınız. Biz onlarla fəxr edirik. Gələcəyimizə də biz göstərməliyik, təbliğ etməliyik ki, belə qəhrəmanlarımız var. Biz onlara görə müstəqil, azad torpaqda yaşayırıqsa, bu birbaşa onların əməyinin zəhmətini verəcəksə. Sağ olun. Çox sağ olun, Allah razı olsun. Bizim şairlərimiz igid qəhrəman oğullarımıza şeirlər qoşurlar. Bəstəkarlarımız mahnı bəstələyirlər. O cümlədən bizim aktyorlarımız həmişə gözəl bir tamaşa hazırlayırlar igidlik, qəhrəmanlıq üçün. Və bu günlərim burada iştirak edən 68 sayılı məktəbin şagirdləri və 150 sayılı məktəbin şagirdləri şeirlə qonaq gəliblər. Gəlin indi isə onları dinləyək. Nasıl? Mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa, Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan. Dağ boyda oğlun gedir, yenə də dik durmusan. Ağappaq saçlarından nur saçılır, nur ata. Hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin. Üzü nurlu bir igid, arxa dayaq itirdin. İndi bütün igidlər, qardaşın da ay bacı. Sən şəhid bacısısan, sənə yoxdur tay bacı. Salam şəhid qardaşı, yaş tutmasın gözünü. Hər an şəhid olmağa, hazır el özünü. Sənin qardaşın sonra, mənim qardaşım gedər. Sonra mən, sonra sən, sonra bütün igidlər. Salam şəhidini yarı, bilirəm barıxırsan. Bir ümid gələr deyə, pəncərəyə baxırsan. Bilirsən gəlməyəcək, yol
yoktu daha yeri. Şehit olup gidin, cennette onun yeri. Sen ey şehit evladı, boynunu bükme getir. Çünkü hiç bükülmedi atanın şuh kameti. Şehitti senin atan, ay ülkemin çırağı. Şehitler diri qalar, şehitler ölmez axı. Asta basın o torpağa, orada şehit nəfəsi var. Qan qarışmış o palçıqda, sönmüş şehit həvəsi var. Qurban olum, yavaş gəzin. O dağlarda, qara şallı bir ananın dağlar boyda naləsi var. Qurban olum, ana torpaq, bəş qucaqla sən balanı. Güllə dəymiş şəhidimin, evdə körpə balası var. Bütöv olmuş vətənimin, yarsız qalmış gəlini var. Gecə yarı yuxusunda ata deyən körpəsi var. Asta deyin, asta gəlin, yavaş çalın siqnalları. Bir ananın, bir atanın bala deyən naləsi var. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə bir qarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək giyib, düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənimiz düşməsin dara, baxmayıb soyuğa, borana, qara, cavab vermək üçün azğınlara. Hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə yerə sığmayan, araza sığmayan, kürə sığmayan, nağıla, dastana, şeirə sığmayan, ən ali müqəddəs sözdü şəhidlər. Dünən şəhid oldu mənim tələbəm, mən də hamı kimi ağladım, yandım. Bir anlıq geriyə qayıtdı illər, baxıb bir nöqtəyə xeyli dayandım. Yadıma düşdü ki, tarix dərsində onu incidərdim sözləri üstə. Bircə dərsimə də hazır gəlməzdi, çox vaxt dayanardı dizləri üstə. Yoxsa müəllim də səhv edə bilər, dünyada nə çətin suallar varmış. Bilməzdim tarixdən 2 alanlar, özlərinə baxsa tarix yazarmış. Gör neçə illərdir, neçə zamandır, dərdi qəmə bükülü qalmışdı yurdum. Durdu keşiyində mərd oğulları, götürdü o yükü, üstündən ordum. Göstərdi yağıya hünər zəfəri, qurtardı bəladan kəndi şəhəri, yox edib qəlblərdən qəmi qəhəri. Çıxardı o dərdi, köksündən ordum. Zaman gəldi elə günlər gətirdi, uçan mərmi neçə ömür bitirdi. Dözüb durdu, güc üstə güc gətirdi. Dayandı düşmənin qəsdini ordum. Çıxardı xalqını çox gözəl günə. Xoşbəxtlik gətirdi döyünən qəlbə. Adiləm, düzəlib əylən qəddə, ömür verdi ömrün üstündə ordum. Bax bu uşaq 4 il bundan öncə balaca bir qız idi. Balaca uşaq idi. Bax bu uşaq bütün şəhid tədbirlərində hamısında fəxrlə, qürurla iştirak edən uşaq. Və bizim də hər birimizin bax bu uşaqlara, bax belə uşaqlara həmişə dəyər verməliyik. İstər məktəbdə, istər də rayonumuzda. Allah sizi qorusun. Bizim respublikada keçirilən yarışda bax bu uşaq birinci yerə çıxan uşaq. Allah saxlasın. Özü də Avdal Gülaflıdandır. Allah can sağlığı versin. Buyur. Biz bu günlərim həqiqətən də bu izdihamı görəndə həmişə tələbələrimizə, şagirdlərimizə deyirik ki, sizin nə uğurunuz olsa, bilin ki, orada şəhidlərimizin hər birinin əməyi var. Kim hansı vəzifəni gedib tutursa, ali məktəbə girirsə və yaxud hansısa bir ali təhsil alırsa, orada bizim şəhidlərimizin hamısının əməyi var. Çünki onlar öz canlarından keçiblər ki, siz rahat, firavan təhsil alasınız. Və bu günlərin burada bizim anamız da iştirak eləyir, şəhid tədbirlərimizdə həmişə iştirak eləyir. Buyursun indi anamız da. Xüsusilə burada iştirak edən deyərdim ki, Ağdam rayonuna Allahın hədiyəsi olan Nübar xanıma xoş gəlmişsən deyirəm.
bütün şəhid anaları, ataları qarşısında baş əyirəm. Ziyafət xanım Samirin toyundan danışanda istər-istəməz qəlbimdən bir duyğu keçdi. İstəyirəm o şeirimi deyim. Deyirəm, ana, qəbrim üstə bir qız gələcək. Sən Allah xətrinə dəymə o qıza. O mənə vəfasız dönük deyəcək. Qoy desin, xətrinə dəymə o qızın. Mən ona vəfalı ola bilmədim. Gedənlərlə getdim, gələ bilmədim. İncimiş könlünü ala bilmədim. Eybi yox, var sən xətrinə dəymə o qızın. Mən ona söz verdim, tuta bilmədim. Vətən müqəddəsdir, ata bilmədim. Ne eləyim, çalışdım o qıza çata bilmədim. Barı sən xətrinə dəymə o qızın. Talih bizim üzümüzə gülmədi. Barzalı çalınıb gəlin gəlmədi. Ay ana, o qız sənə gəlin ola bilmədi. Sən Allah xətrinə dəymə o qızın. Mən bu şeirimi demədim ki, sən ağlayasan. Bəsdir, daha ağlamayın. Silin gözdən yaşınızı. İgidlər anasısınız, uca tutun başınızı. Bəli, siz şəhidlərimizlə həmişə fəxr eləməliyik. Şəhidlər haqqında saatlarca danışsam, sözüm qutarmaz, yorulmaram. Mən onların qarşısında həmişə baş əyirəm. Deyirəm, çoxdur bu torpağın igidi mərdi. Onlar bizim üçün canını verdi. Qibləgahım, səcdəgahım bu yerdir. Çünki bu məzarda şəhidim yatır. Allah cəm şəhidlərimizə rəhmət etsin. Hanımın deyə bilmədiyi, yəni dilə gətirə bilmədiyi sözləri öz qələmi ilə bir vərəqə köçürüb şəhid atalarımıza həsr eləyibdi. Mən bizim həqiqətən də Nubar xanıma böyük təşəkkürümüzü bildiririk. Allah canı sağ eləsin, bu günlərim tələbələrlə birlikdə burada iştirak eləyir. İndi Nubar xanımın yazdığı şeiri bizim gözəl gül balamız deyəcək. Göz yaşına qıymarıq biz. Ağlama şəhid anası. Parçalanır ürəyimiz. Ağlama şəhid anası. Gül ki düşmənlər ağlasın. At saçından qara yaylığı. Qoy onlar qara bağlasın. Ağlama şəhid anası. Bu torpaqlar bizimkidir. Ağlama şəhid anası. O torpaqlar sizinkidir. Artıq azaddır. Sizin azad firavan yaşamanız üçün əmləriniz, bax bunlar sizin hamınızın əmlərinizdir. Əmləriniz sizin gözəl həyat sürməniz üçün öz canlarından keçir. Siz də bax bu ağ xalatla həmişə dövlətimizə, millətimizə sədaqətlə qulluq eləyin. Təşəkkür eləyin. Və indi rayonumuzun axundu Hacı Mehman burada iştirak eləyir. Buyursun şəhidlərimizin ruhuna dua oxusun. Muhammed ve Ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Sembih isme rabbikel âlâ. Ellezî halage fesevve vellezî gaddere fehedâ. Vellezî ahrecel mer'a fecealehu gusâen ahvâ. Senu'lemul cehre ve mâ yahfâ. Ve nuyessiruke lil yusre fezekkirin nefâsiz zikrâ. Seyezekkeru men yahşâ ve yetecennebuha leşkâ. Ellezî yeslen nârel kubrâ. ثم لا يموت فيها ولا يحيا بل تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي الصحف الأولى
صحف إبراهيم وموسى صدق الله العلي العظيم سبحان ربك رب العزة وسلام على المرسلين والحمد لله رب العالمين لا والد ولديه حسنا ثم حسينا والمرسلين والحمد لله رب العالمين آمين آمين يا رب العالمين اللهم بلغ أوصي الصواب ما قدرنا من الله سورة العالم هذا من الله عند ثانيا من سماء الشهادة إلى روح المغفور من هذا الشهيد صامر بن باقفتن شهداء وطن وبحق حرمة السورة فاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد إلى رحمة Allah bize yaradan merhum şehidimiz, kahramanımız Samir Vaqifoğlu'nun timsalında bütün şehitlerimize rahmetini amin. Allah qəbirlərini ilahi nurdan nurlandırsın. Allah anasına, əzizlərinə səbrət aləsin. Allah ucalan bayrağımızı daim olaraq ucalardan dalğalandırsın. Allah xalqımıza, millətimizə xoş günlər nəsib eləsin. Allah Ali Başkomandan, Cənab Prezident və səngərdə olan əsgərlərimizi hifz eləsin. Allah hər birinizin gələn ziyarətinizi qəbul etsin. Başda rayon rəhbəri, Cənab Başçı, Vaqif Həsən Əmoğlu'ndan hər birinizə təşəkkür edir bu ziyarətiniz üçün. Allah hər birinizin ziyarətinizə savab etsin. Amin, amin ya Rabbel alemin. Allahümme gfirlil mu'minine vel mu'minat vel muslimine vel muslimat. Bihakkı Muhammedin ve alihi ve bihakkı hurmetil sure. Fatiha ma'as salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina's sıratal müstakim. Sıratallezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahadallahu samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuvan ahad. Allahümme salli ala Muhammed. Allah şehitlerimize rahmet, valideynlerin əzizlərinə səbir, qazilərimizə şəfa, igid döyüşçülərimize can sağlığı uzun ömür etsin. Allah xalqımızı hifz etsin. Allah şəhrinizə. Sağ olun. Sağ olun.
olublar. Naxçıvana hərbi xidmətə gedəndə mən öz oğlumu da göndərirdim. Həm burada Ağdam hərbi komissarlığında onlarla rastlaşdım. Samir həqiqətən də başqa gənclərdən seçilən gənc idi. Həm boyu, xunu, həm rəftarı, həm hərəkəti. Onları ayırmışdılar. Mənim oğlum da hərbiçidir. Həm 44 Vətən müharibəsində, həm antiterrorda iştirak edib, Qəhrəman Rahim Məmmədovun da adını daşıyır. Və çox sonralar o Maz Samirin şəklini bizdə muzeydə göstərir. Dedi, ata, bilirsən bu kim? Bu vaxtın dedi ki, bizim Ağdam. Haqqında məlumat verdim. Dedi, yox, ata, bizi Naxçıvana göndərdiyin həmən bu Samirdir. Onda mən onu da bildim və özümdə bir qürur hissi keçirdim ki, mən onunla ha vaxtsa bir yerdə olmuşam, haradasa tanımışam. Allah sizə səbir versin, gözünü versin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Amin, amin qadınım. Çox sağ ol. Allah razı Allah rəhmət eləsin, cam şəhidlərimizə. Amin. Allah yerdə qalanlara, ailələrinə, atasına, anasına səbir versin. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah o dünyasını versin. Şəhidlər heç vaxt qəlbimizdən silinməz. Allah o dünyalarını versin. Nə qədər yaşayırsa şəhidlər qəlbimizdə yaşayır. 15 oktyabr 2025-ci il tarixdə Adəm şəhidimiz Fərzə Əliyev Samir Vaqif oğlunu ziyarətə gəlibdi atası ilə birlikdə. Adəm, Allah sənə can sağlığı versin qaqam. Sənin o yaşın kiçikdir, amma ürəyin böyükdür. Allah səni var Allah eləsin. bütün şəhidlərimizə rəhmət eləsin. Adəmin atası da buradadır.